Biz 2021-ci ildə bu evi aldıq. 2021-ci ildə bu evi aldıq. 2021-ci ildən Warminsterdən, Pensilvaniyada bura gəldik. Burada insanlar, yəni hərdən qardaşım deyir ki, ora başqa planetdə, yəni əslində istində yaşayır. Özü buradan bir 15 dəqiqə məsafədə yaşayır. Bizimkilər yatıblar. Qonşular baxsan bəlkə yatıblar artıq. Yəni saat 8-9 hər kəs yatır. İnanılmaz bir şeydir yəni. Mən razıyam. Vaxtında yatmaqlarının mənə ziyanı yoxdur. Amma mən bir tərəfdən fikirləşirəm, belə bir evin olaraq sul qabağında oturmayasan, simiçka çıtlamayasan, gəlib gedənləri müzakirə eləməyəsən. Olmur, o yoxdur. O, bizim qonşu bir xala var idi, o secure kameralar kimi həmişə qalırdı orada. Bütün problemləri bildi. Yəni polis məhəlləyə gələndə belə, yəni araşdırmada ilk sual verdiyi adamlardan biridir ki, bala filanca sardan hara gedib. Ya burada heç kim, bu qonşuların biri belə. Sən küçəyə gedirsən, sadəcə sənə başını qaldırıb salam verəcək qədər sənə salam verir. Yəni halı və əhvalımı soruşar, əgər yəni dayansa, soruşar, misal üçün bilir ki, mən kino ilə məşğulam, mənim kinomun təqdimatı olub, deyər ki, üzr istəyirəm, mən gələ bilmədim, bu səbəbdən gələ bilmədim, mənim bu işim var idi. Oradan kənara çıxmır mövzu.